Salam əziz dostlar, hər birinizi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bugün biz sizlərlə ilk olaraq Gürcü dilində bir neçə yeni söz öyrənəcəyik. Sonra isə hər zaman olduğu kimi bir çalışmamız olacaq və o çalışmanı yerinə yetirəcəyik, həll edəcəyik çalışmamızı. Gəlin ilk olaraq başlayaq bugünkü dərsin sözləri ilə. Sözləri oxuyaq, tərcümə edək, yəni yeni sözləri öyrənək, sonra da keçərik tapşırığımıza. İndi hal-hazırda siz də ekranda sözləri görürsünüz. Gəlin oxuyaq və tərcümə edək sözləri. İlk sözümüz bu nədir? Sastumro. Sastumro otel deməkdir. Sastumro. Sastumro. Sonra gəlir tixe. Tixe yəni qala. Eklesiya. Eklesiya. Kilsə. Gogirdi. Gogirdi. Kükürd. Stili. Stili, stil deməkdir bu, üslub deməkdir. Şesanişnavi, şesanişnavi, yəni əla, mükəmməl. Sonra gəlir abano, hamam, abano. Bunebrivi, təbii, bunebrivi. Ondan sonra gəlir tsnobili, tanınmış, tsnobili, tanınmış. Meti, daha çox deməkdir. Meti, daha çox. Sakmarisi, sakmarisi, yetərli deməkdir. İmedi, ümid, imedi. Autsilebeli, vacib deməkdir. Autsilebeli, autsileblat, bu mütləq deməkdir dostlar. Autsileblat, mütləq. Arkitektura, memarlıq, arxitektura deməkdir bu. Arkitektura. Mtavari, əsas. Gamziri, prospekt. Şenoba, bina deməkdir. Mtsenare, bitki. Çançkeri, şəlalə. Dasasvenebeli, dincəlmək üçün, dincəlmək. Mitsa, torpaq. İstorikosi, tarixçi. Mogzauri, səyahətçi. İmediya, ümid varam ki, ümid edirəm ki, deyə tərcümə olunur. Şexvedramde, görüşənədək. Ramdenime, bir neçə. Sadme, haradasa. Rame, nəsə. Vinme, kimsə. Çans, görünür deməkdir. Vnaxod, baxaq, görək deməkdir. Keçək feillərimizə. Rçeba, qalır. Darçeba, qalacaq. Darça, qaldı. Çamodis, gəlir. Çamova, gələcək. Çamodiyo da gəlirdi. Çamodis həmçinin aşağı gəlir, aşağı düşür də deməkdir. Həmçinin sadəcə gəlir mənasında işlədirik. Məsələn, deyəndə ki, Çemi megobari Batumidan çamodis. Mənim dostum Batumidən gəlir mənasında işlədilir. Sonra qitxulobs, oxuyur. Çayqitxavs, oxuyacaq. Çayqitxa, oxudu. Keçmiş bitmişdədir. Sonraki naxulobs, görür, göz gəzdirir, gəzir mənasında işlədilir. Naxavs, görəcək, gəzəcək, göz gəzdirəcək. Naxa, gördü, gəzdi, göz gəzdirdi, o mənada işlədirik. Bunu sonra əlbəttə ki, cümlələrdə daha aydın, cümlələrdə işlətdiyimiz zaman daha aydın başa düşəcəksiniz. Deməli dostlar, sözlərimizi oxuduq və tərcümə etdik. İndi isə gəlin bir dəfə bu sözlərə qulaq asaq, yəni dinləyək bu sözləri ki, doğru tələffüzlərini də yadımızda saxlayaq. გაკვეთილი მეხუთე. დავალება პირველი. სასტუმრო, ციხე, ეკლესია, გოგირდი, სტილი, შესანიშნავი, აბანო, ბუნებრივი, ცნობილი, მეტი, საკმარისი, იმედი, აუცილებელი, აუცილებლად, არქიტექტურა, მთავარი, გამზირი, შენობა, მცენარე, ჩანჩქერი, დასასვენებელი, მიწა, ისტორიკოსი, მოგზაური, იმედია, შეხვედრამდე, რამდენიმე, სადმე, რამე,
ვინმე ჩანს ვნახოთ რჩება დარჩება დარჩა ჩამოდის ჩამოვა ჩამოდიოდა კითხულობს წაიკითხავს წაიკითხა ნახულობს nahავს naxa. Deməli dostlar, sözlərimizi bir dəfə dinlədik ki, bu sözlərin düzgün tələffüzünü də yadımızda saxlayaq deyə. İndi isə gəlin keçək və bir tapşırığımız var. O tapşırığımızı həll edək. Deməli dostlar, burada feillərin formaları verilibdir və biz bunlardan boş yerlərə əlavə edib cümlələrimizi tamamlamalıyıq. Bir dənə nimuşi, nümunə var. Deyir, Niki natesavtan rçeba. Niki qohumu gildə qalır. Birincidən gəlin oxuyaq. Rodis tkveni stumari Sakartveloshi. Nə vaxt, Rodis nə vaxt deməkdir? Sizin qonağınız Gürcüstana. Buraya yuxarıda verilən feillərdən məsələn çamovida. Bunu əlavə edə bilərik. Çamovida nə deməkdir? Gəldi deməkdir. Yəni olacaq Rodis çamovida tkveni stumari Sakartveloshi. Yəni sizin qonağınız Gürcüstana nə vaxt gəldi? İkincini oxuyaq. Natia dedamisis natesavebs autsileblad. Yəni Natia anasının qohumlarını mütləq, buraya isə naxavs görəcək. Bunu əlavə edirik. İkinciyə deməli boş yerə naxavs bunu əlavə edirik. Üçüncünü oxuyaq. Turistები botanikur bağs didi siamovnebit. Yəni turistlər botanika bağını böyük bir məmnuniyyətlə naxaven görəcəklər, gəzəcəklər mənasında. Naxaven, üçüncüyə boş yerə naxaven bunu əlavə edirik. Dördüncünü oxuyaq. Stumari dğes çemtan saxlşi. Yəni qonaq bugün mənim yanımda evdə, yəni mənim evimdə darçeba qalacaq. Darçeba, buraya isə boş yerə darçeba bunu əlavə edirik. Nariqalas tsixidan tsveli tbilisi qarqad, yəni Nariqala qalasından köhnə Tbilisi yaxşı çans görünür. Buraya boş yerə çans bunu əlavə edirik. Altını oxuyaq. Saagentოში ახალი ტურისტული ჯგუფი İtaliyadan. Yəni agentliyə yeni turist qrupu İtaliyadan. Buraya isə Çamova gələcək. Bax bunu əlavə edirik. Altıncıya Çamova bunu əlavə edirik. Yeddini oxuyaq. Dedaçemi am qazeteps sağamos anam bu qazetləri axşam წაიკითხავს oxuyacaq. Deməli, 7-yə isə წაიკითხავს bunu əlavə edirik. 8-i oxuyaq. Ჩვენ ერთად ვისეირნებთ ძველ თბილისში და აბანოთ უბანს. Biz birlikdə gəzəcəyik köhnə Tbilisidə və Abanot ubani, yəni hamamlar olan məhləni vnaxaft görəcəyik. Vnaxaft. Buraya isə 8-ciyə vnaxaft bunu əlavə edirik. 9-u oxuyaq. Laşa otaqşiya da jurnals qitxulops. Laşa otaqdadır və jurnal oxuyur. Qitxulops oxuyur deməkdir və bunu əlavə edirik. Onu oxuyuruq. İvlisşi tu ara. İvlisşi çamodixart tu ara. Yəni iyulda gəlirsiniz yoxsa yox. Buraya isə çamodixart bunu əlavə edirik. 11-i oxuyaq. Nisliyan amintşi mtacmindidan kalaki qarqad ar, yəni dumanlı havada mtacmindadan şəhər yaxşı ar çanda görünmürdü. Buraya çanda bunu əlavə edəcək və olacaq ar çanda görünmürdü. 12-ni oxuyaq. Salome quşin çvens axal saxlşi. Salome dünən bizim yeni evimizdə darça qaldı. Darça qaldı deməkdir. Bunu buraya əlavə edirik. 13-cü cümləni oxuyuruq. Tornike axal meqobrebs xşirad. Tornike yeni dostlarını tez-tez naxulops görür. Buraya naxulops bunu əlavə edirik. 14-də Çemi Deyidaşvili
Aqvistosda saçqisşi, Batumşi, yəni mənim xalam uşağı avqust ayının əvvəllərində Batumiyə Çamova gələcək. Və 15-ci cümləmiz, yəni sonuncu cümlə. Çemi meqobrebi axal cigns erti qviris şemdeg. Mənim dostlarım yeni kitabı bir həftə sonra Çayikitxaven olacaq burada da, yəni oxuyacaqlar. Çayikitxaven oxuyacaqlar deməkdir. Oxumaq feilinin gələcək zaman formasıdır. Üçüncü şəxsin cəmində. Bəli dostlar, bugünlük bu qədər. Deməli, bugün biz sizlərlə bir neçə yeni sözlər və feillər öyrəndik və bir dənə də tapşırıq həll etdik. Hər birinizə uğurlar arzu edirəm. Gələn dərslərdə, videolarda görüşənədək sağ olun, salamat qalın. Qarqad.